Yoldaşlar, 5 iyul və 16 iyul imtahanlarına gedən tələbələri ən çox maraqlandıran məntiq qəbul suallarını izləyirsiniz. Söhbət gedir iyun ayının 7-si təşkil olunmuş dövlət qulluğu imtahanından və günorta növbəsindən. Bilirsiniz ki, BA, AC, BB kateqoriyası üzrə bütün proqram məntiq üzrə eynidir deyə hamı maraqla bu qəbulu izləyir və növbəti qəbulda da buna aid sual nümunələrini rahatlıqla yazır. Ardıcıllıq sualıdır. Fikir verin, 4-dən sual işarəsində nə inəyib bilmirəm. Sualdan da 6-ya nə inəyib bilmirəm. Amma 6-dan 30-a 5-ə vurub, burada 3-ə bölüb, burada 5 gəlib, burada 3 çıxıb, burada yenə 5-ə vurub, burada yenə 3-ə bölüb. Fikir verin, 3-ə böl, 5-ə vur, 3 çıx, 5 gəl. Yenə 3-ə böl, yenə 5-ə vur, sonra nə gəlir? 3 çıxma. Deməli, sual işarəsi 9 imiş ki, 3 çıxanda eləyir 6. Özündən öncəki də nə olacaq? Baxın, 3-ə bölmə, 5-ə vurma, 3 çıxma, 5 gəlmə. Onda bura 5 gəlmədi. 4-ün üstünə 5 gəlir, 9, 3 çıxır, 6. 5 gəl, 3 çıx, vur 5, 3-ə böl. 5 gəl, 3 çıx, vur 5, 3-ə böl. 4 dənə həddən bir təkrarlanma baş verir. Orta səviyyəli bir ardıcıllıq sualıdır. İkinci sual, sahə sualı. Mən bunu sizə, yoldaşlar, elə izah eləmişəm ki, səhv eləmə ehtimalınız yoxdur. Bunu bir-bir hesablamağınıza ehtiyac da yoxdur. Bax, bura baxırsınız, 6,75'dir. Biz bunu öz dərs qruplarımızda düsturlarını, tapılma qaydalarını öyrənmişik. Axırda hamımız qərara gəlmişik ki, neyiniyək? Elə bu primitiv 3-4 dənə detalı əzbərləyək. 6,75 buradır. 1 buradır. 2'nin 2'ye kvadratdır. 4 buradır. Sonra elə burada 1'dir. Bura, baba bura. 2 tam %25'dir. Bu isə 3'dür. Bu isə 4'dür. 2'nin 2'ye kvadratdır. Bu isə 3'ün 2'ye düzbucaqlıdır. Yəni 6. Bu isə 1'dir. Bu isə də 0 tam %75. Sizə düşən bunları unutmamaq və axırda da düzgün toplamaq. Toplayırsınız, fiqurun sayısını tapmış olursunuz. Mən indi toplamıram ki, vaxtınız getməsin. Çubuq dəstəsi sualı. Bunu bizim dərs qruplarında hamı sualın eynisini görüb. Təkrar sualdır. Qaydası necə idi? Baxın, 1-dən 9-a gedir. 9-dan 5'ə, 5'dən 11'ə, 11'dən 4'ə, 4'dən 7'yə, 7'dən 2'yə, 4'dən 7'yə, 7'dən 2'yə, 2'dən 10'a, 10'dan 6'ya, 6'dan da 1'ə. 10'dan 6'ya, 6'dan da 1'ə. Biri var idi, yazmışdım, daha yazmıram. Bu oldu bizim birinci dəstəmiz. İkinci dəstəni axtarıram. Baxın, 3'dən 12'yə, 12'dən 8'ə, 8'dən də təzdən 3'ə. Bu da oldu bizim ikinci dəstəmiz. Üçüncü dəstə yoxdur. Çünki 12 çubuğun 12'sində istifadə etdim. Sizdən soruşur ki, şəkildəki kimidirsə əlaqə dəstələri müəyyən edərək ən böyük dəstəyə aid çubuqların nömrələri cəmini tapın. Təbii ki, ən böyük dəstə budur. Bu çubuqları toplamaq lazım. 1 üstə gəl 9, 10, 15, 26, 30, 37, 39, 49 və 6.
eləyir 55. Cavab B variantı. Keçirik növbəti suala. Futoş 2. Elə bu tipini sizə göstərmişəm. Təkrar olar, daha yaxşı taparsınız. A, B, C, D ədədlərini tapırsınız, sonra aşağıda yerinə qoyursunuz. Düzgün olanları götürürsünüz, düzgün olmayanları silirsiniz. Çünki sizdən düzgünləri soruşur. Deməli, yoldaşlar, baxın, burada bir-birindən böyüyən ədədlər var. Məsələn, siz bura 1, 2, 3 və yaxud tutaq ki, 1, 3, 4 yaza bilmərsiniz. Çünki yuxarıda 1 var. Deməli, biz burada ən balaca ədəd kimi başlaya bilərik 2-dən. 2 verin, bura 2-dir, bura 3-dür, burada 4. 3, 2, 1, qaldı bura nə? 4. Bu sütunda da bak, bu bundan böyükdür, düzdür? Bura 4 yazmaq olmaz. Onda bura yaza bilərik. Ya 3, 2. Burada da 2 vardı ya, bura 2 yazmaq olmaz. Onda yazmaq olar 3 və 1. 1 bunu yazmaq olar, 1 də yazmaq olar 2 ilə 1. Birini yazaq, düz çıxar, çıxar, çıxmaz, digər ehtimalı yazarıq. 3 ilə 1-i yazanda qalır nə? 4 ilə 2. 4'ün qabağına 4 yazmaq olmaz. Onda 2'ni yuxarı yazacağım. Üzr istəyirəm. 4'ü yuxarı yazacağım. 2'ni də aşağı. 3, 4, 2, 1. Sonra fikir verin. Sətirdə 2 ilə 1 var. Yoxdur 3 ilə 4. Onda bura 3 yazacağım. Bura 4. Sonra bu sütunda yoxdur. 2 ilə 3. 3'ün qabağına 3 yazmaq olmaz. Yazıram yuxarı 3. Bura 2. 1 ilə 4 var idi. 3 ilə 2 yox idi. 3'ün qabağına 2 yazdım. Burada 3. Sətirdə qalıb 1, 4, 3, 2. Bu sətirdə qalıb 4, 3, 2, 1. Şu hamısını düz tapdıq. Deməli A bərabərdir 4'ə. B bərabərdir 4'ə. C bərabərdir 3'ə. D bərabərdir 1'ə. Çox vaxt tələbələr çaşır ki, A da 4, B də 4. Bəli, ola bilər. Şərtdə bununla bağlı məhdudiyyət qeyd edilməyib. Deməli, siz bu qiymətləri qoyacaqsınız burada yerinə. Bu qiymətləri yoxlamaq məncə əlavə vaxt itkisidir. Hamınız yəqin ki, bölmə, çıxma, vurmada çaşmayacaqsınız. Çünki bunları yoxlayarsınız. 5-ci sual. Kifayət qədər maraqlı bir sualdır. Buna aid çoxdan bir sual da düşüb. Bir 5-6 ay öncə bu sualın demək olar ki, eynisi düşüb sadəcə başqa-başqa hərflərlə. Gəlin sualı birinci dərk eləyək, sonra da həll edək. Deyir, tələbə uğurları ilə əlaqəli faktorlar adlı təqdimatlara görə ölkə daxilində verilən FAK, ölkə xaricində də verilən TOR dəyərləndirmə sənədləri, 6 dənə sənəd yerləşdirilir harda? Universitetin foyesindəki vitrində. Vitrin 3 rəfdən ibarət. Çəkirəm 3 dənə rəf. 1, 2, 3. Və rəflər yuxarıdan aşağıya doğru 1, 2, 3 olaraq nömrələnir. Rəflərdən biri boş da ola bilər. Və bu vitrində T və R eyni rəfdə yerləşmir. F dəyərləndirmə sənədi R-in yerləşdiyi rəfdən yuxarı qonşu rəfdə yerləşir. Baxın, F dəyərləndirmə sənədi R-in yerləşdiyi rəfdən bir rəf yuxarıdadır. Amma qonşudur. Yəni aralarında rəf yoxdur. O dəyərləndirmə sənədi ikinci rəfdə yerləşmir. Yəni o 2-də yerləşmir. Ölkə daxilində və xaricində olan sənədlər hər üçü eyni rəfdə nümayiş etdirilə bilməz. Yəni FAK yanbayan ola bilməz, TOR yanbayan ola bilməz. Deyir, əgər T ikinci rəfdə nümayiş etdirilirsə, yazıram bura, T ikinci rəfdə nümayiş etdirilirsə, onunla eyni rəfdə hansı dəyərləndirmə sənədinin yerləşdiyi mütləqdir. Deyir, T və R eyni rəflərdə yerləşməyiblər. Düzdürmü? Onda biz nə etməliyik? R-nı ya yuxarı atmalıyıq, ya da aşağı. Düzdür?
Yoldaşlar, r-nı da aşağı ata bilmərik. R-nı üçüncü dəfə ata bilmərik. Bilirsiniz niyə? Çünki bircə dəqiqə r-nı üçüncü dəfə yox ata bilərik. Niyə atmayaq? Yəni baxın. T və r eyni rəfdə yerləşmir. Onda r-nın yeri ya 3-dədir, ya da 1-də. T-la yanbayan düşməməlidir. F-nı neyləyə bilərik yoldaşlar? F r-dan bir rəf yuxarıdaydı, düzdür? R-nı birinci yerdə götürsək, F-nı hara qoyacam? Uje servantın üstünə qoyulacaq axı. Onda belə çıxır ki, R da birinci rəfdə yerləşməyib. R elə həqiqətən 3-dədir. R da 3-də olanda F-nı məcbur onun üstünə yazmalıyam, düzdür? Çünki F sənədi R sənədindən bir rəf yuxarıdadır, qonşudur. Onda belə çıxır ki, T rəfi ilə eyni rəfdə elə hansı sənəd mövcuddur? F sənədi. Növbəti suala keçid edirəm. Çox rahat bir ardıcıllıq sualıdır. Ki verirsinizsə 40'ı bölüb 4'ə 10, 24'ü bölüb 4'ə, 16'nı bölüb 4'ə, 72'ni bölüb 4'ə. Üzü aşağı 4'ə bölüb. Burada da 48'i 4'ə böləcəksiniz 12. 36'nı 4'ə böldünüz 9. 28'i də böldünüz 7. Bunu da 4'ə böldünüz 5. Və onları sizdən cəmini istəyir. 12 plus 9 21, 28 və üstünə də 5 gələndə 33. Cavab A variantı. 7-ci sual deyir, bu dairə kəsiklərini bir-birinə birləşdirəndə aşağıdakılardan hansı əmələ gələ bilər? Baxın, bu 90 dərəcəlik, yəni sanki belə deyim, bu hissəsi 90 dərəcəyə yoxdur. Onu yerləşdirsə, bax ki verin, bu buradır, bu buradır, bu buradır, biraz daha böyük götürün. Bu birisi də yuxarı hissədir. Cavab C variantıdır. Məsələn, deyə bilərsiniz, ay müəllim, niyə məsələn cavab A deyil? Axı bunlar bir-birinə birləşəndə, yəni bütöv dairəni 4 yerə böləndə 4 dənə 90 dərəcəlik fiqura əmələ gəlir. Axı bunların dərəcəsi 90 deyil, balacadır. Onlar bütöv dairə verə bilməz. Bütöv dairə verəmirsə, bütöv oval da verə bilməz. B variantı necə olsun? B variantı elə bu buradırsa, yerdə qalan 3'ü birləşib B-ni verə bilmir axı. Yəni gözəyarı belə cavabın C olduğunu rahat görmək olur. 8-ci sual, yəni qeyri-aşkar operatoru əhatə edən bir sual. Yoldaşlar, 12'nin üstünə 7 gəlib 17. Rəqəmlərini bir-birinə vurub 7. 5'in üstünə 9 gəlib 14. Biri 4'ə vurub 4. 9'un da üstünə 25 gələcəksiniz, eləyəcək 34. 3'ü 4'ə vuracaqsınız 12. Cavab A variantı. Növbəti sual. Kənan, Şəhla, Sənan, Arzu və Nigar. Onlardan 3'ü müəllim, ikisi mühəndisdir. Şəhla və Arzu, gəlin belə yazaq. Müəllim və mühəndis. Deməli, ikisi mühəndisdir. 2 dənə mühəndis var, 2 nəfər. 3 müəllim var. Şəhla və Arzunun sənədləri fərqlidir. Şəhla və Arzunun sənədləri fərqlidirsə, onda biri müəllimdir, biri də mühəndis. Onda yoldaşlar, indi bir dənə burada məntiqə baxın, cəmi 2 cümləlik sualdır, amma görün necə samballıdır. Şəhla və Arzu müxtəlif sənədlərin adamları da, düzdür. Onda belə çıxır ki, müəllimlərdən biri azaldı, qaldı ikisi. Mühəndislərdən də biri azaldı, qaldı biri. Deyir, Kənan və Nigar eyni sənətin sahibləridir. Kənanla Nigar necə mühəndis olsun? Cəmi 2 mühəndis var. Tutaq ki, lap Kənanda, Nigarda mühəndisdir, düzdür? İndi gəlin məntiqlə fikirləşək. Şəhla ilə Arzudan
Necə biri müəllim, biri mühəndis olsun? Artıq mühəndislər qutarıb axı. Onda başa düşməlisiniz ki, Kənanla Nigar müəllimdilər. Kənanla Nigar müəllimdilər. Şəhla ilə də Arzunun biri müəllimdir, biri mühəndis. Bəs ortada kim qalır? Ortada qalır Arzu. Ha, 3 müəllim var, 2 mühəndis. Müəllimlərdən biri qalıb boş, bir də mühəndislərdən biri qalıb boş. Şəhla ilə də Arzu həmin o biri müəllim, biri mühəndisi məşğul etsə, əlimizdə nə qalır? Cəmi bir dənə mühəndis qalır. Deməli, o da Arzudur. Bircə dəqiqə. Üzr istəyirəm, Arzu yox. 5-ci adam burada səhv elədim. Üzürlü sayın. Bir də başdan izah edeyim ki, çaşmayasınız. Mən sizi çaşdırdım. Bircə dəqiqə. Baxın. Kənan və Nigar eyni peşə sahibləridir. Onlar ikisi də mühəndis olsa, Şəhla ilə Arzu ayrı-ayrı sənətlərin sahibidir deyə, ya Şəhla, ya Arzu ikisindən biri də mühəndis olmalıdır. Amma mühəndislərin sayı cəmi 2 nəfər. Deməli, Kənanla Nigar müəllimdir. Baxın, Kənanla Nigarı tapdım, müəllimdir. Şəhla ilə də Arzu hərəsi ayrı-ayrı sənətin sahibidir. Onda ya Şəhla müəllimdir, Arzu mühəndis, ya da Arzu mühəndisdir, Şəhla müəllim. Yəni, belə yerlərini dəyişirlər. Onda Şəhla ilə Arzunu da silsəm, qalır ortalıqda bir adam. Sənan. O da mühəndis üçün qalır. Qısacası, Sənan mühəndisdir, doğru cavabdır. Arzu ilə Şəhlanı da təyin edə bilmirik. Biri müəllimdir, biri mühəndis. Kiçik sualdır, amma biraz çaşdırıcıdır. 10-cu suala baxırıq, yoldaşlar. Hitori bölməsini əhatə edən sual. Fikir verin. Y ilə Y-nin ortasında C var. Y ilə Y-nin ortasında B var. D ilə D-nin ortasında Y var. Elə bu Y-yə görə bu Y ixtisar gedir və yanları ağarır. Sonra B ilə B-nin ortasında C var. Bax, bu A sütunda və sətirdə təkdir. Sonra bu A da sətir sütunda təkdir. Sonra bu D-dən də sütun və sətirdə təkdir. B də sətir sütunda təkdir. Gəlin indi digər detallara baxaq. Baxın, yoldaşlar, burada gördüyünüz kimi 2 dənə D var. Gəlin onlardan birini qaraldaq, birini ağardaq. Məsələn, bunu qaraldıb, bunu ağardıram. Görək həll necə gedir. Yanlış getsə, yerini dəyişəcəm. Bu D-yə görə bu D-ni qaraldıram, yanını ağardıram. Bu C-yə görə yuxarıdakı C-ni qaraldıram. Yoldaşlar, əgər mən bu Y-ni qaraltsam, B bloka düşər. Ona görə Y-ni ağardıram. Bu Y-yə görə bu Y qaralır. O Y-yə görə bu Y də qaralır. Qaraxananın yanları ağarır. Bu B-yə görə bu B qaralır, yanı ağarır. Və bu Y-yə görə də bu Y qaralır. Və B də sütun və sətirdə təkdir deyə ağarır. Heç bir xəta yoxdur, ikinci ehtimala ehtiyac yoxdur. Aşağıdan ikinci sətirdəki rənglənməmiş xanaları seçəcəksiniz. D, C, A, B. Cavab D variantı. Növbəti suala keçid edirik. Növbəti sualımız operator, aşkar operator. Baxın, A vur B 12'dir. A vur B 12'dir. A vur C 6'dır. B vur C 18'dir. Ve B vur D de 24'tür.
Yoldaşlar, bu hissəni şifahi də tapa bilərik. Necə? Məsələn, A ola bilər 3. Yoxlayaq. Əslində tərəf-tərəfə bölə də bilər, hə? Yerinə qiymət də qoya bilərəm. Yəni, ən primitiv formada yanaşıram da. Bu 6 ilə 4-ün hasili deyil. B 6 olsa, D olmalıdır 4. Düzdür? B 6-dırsa, onda C olmalıdır 3. C 3-dürsə, A olmalıdır 2. Həqiqətən də A 2 olsa, B də 6 cavab edir 12. Şu belə şifahi də tapa bilərdiniz. A bərabərdir 2, B bərabərdir 6, C bərabərdir 3, D də bərabərdir, neçə tapdım D-ni? 4. Şimdi onları burada yerine koymak lazımdır. A üste gel C. Yani 2 üste gel 3. 5. B üste gel D. 6 üste gel 4. Elədi 10. Cevap 5'ten 10. D variantı. 12-ci sualın eynisini mən sizin üçün dərslərinizdə izah etmişəm. Lakin indi də izah edək. Yanvar qəbulunda da bu sual düşmüşdü. İzah etmişəm. Fevralda da düşüb izah etmişəm. 1, 2, 3, 4 və 5 ədədlərinin hər birindən ən çoxu bir dəfə istifadə etməklə 3-ə qalıqsız bölünər. 3 rəqəmli neçədən ədəd var? 3-ə qalıqsız bölünməsi üçün cəmləri, rəqəmlər cəmi 3-ə bölünməlidir. Hansı 3 rəqəmin cəmi 3-ə bölünür? Baxın, 1, 2 və 3-ün cəmi 6 eləyir və 3-ə qalıqsız bölünür. Sonra 2, 4 və 3'ün, daha doğrusu ardıcıllığına yazım. 2, 3 və 4'ün də cəmi 9 eləyir və 3-ə qalıqsız bölünür. 3, 4, 5'in də cəmi 3-ə qalıqsız bölünür. Bir də 1, 3, 5'in. Yoldaşlar, amma siz 1, 2, 3 ədədindən neçə fərqli ədəd yarada bilərsiniz? Baxın, 123, 132, 231, 213 və 312, 321. Bunu 3 faktorialla da hesablaya bilərdiniz, belə də hesablaya bilərsiniz. Bax, 1, 2, 3 ədədlərindən neçədən ədəd yaratdım? 6 dənə. Bundan 6 dənə yarattımsa, bundan da 6 dənə yarada bilərəm. Bundan da 6 dənə, bundan da 6 dənə. Cavab eləyir 24 dənə. Davam edirəm növbəti suallarla. 13-cü sual. Deməli, A üstə gəl B bərabərdir A vur C. B üstə gəl B, yəni 2B bərabərdir 6A. Buradan da B bərabərdir 3A. Bunu da apar yerinə qoy. B'ni yeni 3A qoy. Olacaq. A üstə gəl 3A bərabərdir A vuraq C. Bu da eləyir 4A bərabərdir A vuraq C. A ilə A ixtisar gedir. C bərabər olur 4'ə. C 4. A ilə da C'nin cəmi 7'dir. A ilə C'nin cəmi 7'dirsə, C'nin yerinə 4 qoyub A'nı da 3 tapmaq olar. A da 3'dürsə, B də nədir? 3 vur A'dır da. Deməli, B də 9'dur. Bütün bunları toplayıb 2'yə bölə bilərsiniz. Eləyir 16, 2'yə də böləndə 8. Yenə belə bir saat məsələsi düşüb qəbula və bunu o qədər gözəl bir yolla izah etmişəm ki, hamı həll edə bilir. Deməli, baxırsan ki, saat neçədir? Saat 3'ə qalır. Neçə dəqiqə? Bircə dəqiqə bunun dəqiqəsini təyin eləyək. Bunu 4 dəqiqə deyək də bu hissəyə. Bax. Saat 14. Deyək ki 5, 10, 15, 20, 24 dəqiqə qalıb da. Onda 36'dır. 14, 36'dır. Bu güzgüdən görünən saatdır. Əslini tapmaq üçün 24'ə tamamlayırıq. Sağ tərəfə yazırıq. 24, bu tərəfə də yazırıq 0,9. İndi 0,9 24'dən
11-16'ya kimi neçə dəqiqə var? 36 dəqiqə. 36 dəqiqə sonra saat olur 10 tamam. 60 dəqiqə sonra olur 11 tamam. 16 dəqiqədə sonra olur 11-16. Bu da eləyir 112. Cavab D variantı. Növbəti sual. Fikir verin. B vur B 81'dir. Deməli B bərabərdir nəyə? 9'a. İndi buna fikir verin. A ilə C'nin cəmi bərabərdir. Nəyə? 2B üstəgəl 5'ə. Düzdür. B'nin yerinə qoyun. 9. Olacaq A üstəgəl C bərabərdir. 2 vur 9, 18. Üstünə də 5 gəl 23. Şimdi səndən A, B, C'nin cəmini istəyir. A ilə C'nin cəmi 23. B'də 9. Dardı getdi. Heç misalın yerdə qalan hissələri sizin vecinizə də olmamalıdır. Cavab elədi 32. İndi keçirəm 16-cı suala. Baxın, bu ulduz bir xana bu tərəfə düşüb, amma burada təpəsi üstədir, burada tərəfi üstə. Çöldəkinin təyinatını bildiniz. Bax, bu da keçir bura, amma burada tərəfi üstədir, burada təpəsi üstə. Onda buradakı ulduz da keçəcək bura, burada təpəsi üstədir, indi burada olacaq tərəfi üstə. Ona görə C, D, Y getdi. Qaldım A ilə B'də. İndi baxıram şarikə. Şarik neyini? Bir damanı. Bir tərəfi boş buraxıb qalxıb ikinciyə. Yenə bir tərəfi boş buraxıb keçib ikinciyə. Yenə bir tərəfi boş buraxıb keçəcək ikinciyə olacaq A variantı. Primitiv sualı idi. 17'ye baxırıq. Məşhur kul sualıdır. Bunu bilməyən, həll edə bilməyən, görməyən demək olar ki, yoxdur. Tüm imtahanların içində izah etmişəm. Dərslərimizdə də 4-5 dənəsini əldə etmişəm. Gördüyünüz kimi 5'in düşmə ehtimalı nədir? 5 nömrəli üz kubun üstündə neçə dənədir? 3 dənə. Onda 5'in düşmə ehtimalı 6'da 3'dür. 4'ün düşmə ehtimalı ümumi neçə dənədir? 4. Biri burada, biri burada. 6'da 2'dir. 9'un düşmə ehtimalı da 6'da 1'dir. Çünki cəmi bir dənədir. İndi deyir, bütün ehtimalları tapın. Deməli, 5'in ehtimalı 6'da 3. 4'ün ehtimalı 6'da 2. 9'un da ehtimalı 6'da 1. Bu eləyir 216'da 6. İndi bunun ehtimalını hesablayıram. Məxrəc məlum məsələdə 216 eləyəcəklər. 9'un ehtimalı 6'da 1. 5'in ehtimalı 6'da 3 ve 6'da 3. O da eləyir 216'da 9. Bunun da ehtimalı eləyəcək 216'da 6'da 3, 6'da 3, 6'da 3'ü bir-birinə vuranda eləyir 27. Sonuncunun da ehtimalı olacaq 216'da. Deməli 2 vur 2, 4. Şöyle 4. Deyir, ən böyük ehtimalın 955'in ehtimalına nisbətini tapın. Ən böyük ehtimal 216'da 27'dir. 216'da 27. Bölünsün. 955'in de ihtimalını aşağıda tapmışıq. 216'da 9. Bunları birbirine böləndə bilirsiniz ki, tərsinə vurulur və 216'nin 16 ixtisar gedir. 27'nin də 9'a böləndə 3 edir. Bunu biraz sürətli izah elədim. Çünki artıq 10 dəfə, 15 dəfə izah etmişəm. Kim bunun orijinal, yavaş-yavaş həzm olunaraq izahına baxmaq istəyirsə, yazsın ehtimallı kub sualı, Vüqar Süleymanlı çıxacaq və baxın. 18-in sual kifayət qədər çətin sualdır. Baxın, görün nə edeyim. 1 ilə 5'in cəmi 6. 9 ilə 6'nın da fərqi 3. 6'nı 3'ə bölüb 2. 7 ilə 8'in cəmi 15. 10 ilə da 5'in fərqi 5. 15'i 5'ə bölüb yenə eləyib 3.
Yenə də bunların cəmi 8. Bunların da fərqi 4. 8-i də 4-ə bölür. Almalıdır 2. Cavab A variantı. Növbəti sualımız. Anagram. Kilometr, millimetr, santimetr, desimetr. C variantı meteoroloq. Meteoroloq peşədir, digərləri uzunluq ölçü vahidləridir. 20-ci sual şifrələmə. Baxın, sözlərin sonunda 2 dənə i var, 2 dənə 7 var. Deməli, i 7-dir. Sözlərin də başında 2 dənə i, 2 dənə k var. Deməli, k-lar 5-dir. Bir dənə r var. Bir dənə 4 var. Onda başa düşürük ki, r da 4'tür. Çox. Ortasında 4 olan bir dənə sözümüz var. 747 oldu. Sordu getdi. 21. Tərif, rifah. Tərif kimsə tərifləmək. Rifah deyirləri filan ailə rifahı, yaşayışı, yəni yaşayış səviyyəsi yüksəkdir. O anlamda. Təbib var, bibah söz yoxdur. Nə bilim, bu birisi variantlar uyğun deyil. 22'ye baxıram. Kub fırlanmasıdır. Bax, yuxarıda olan üz ikinci kubda gəlib önə. Deməli, üzü önə doğru fırlanır. Yenə yuxarıda olan üz fırlanıb gəlib önə. Yenə yuxarıda olan üz gəlməlidir önə. Tüm variantlarda da öndədir. Bu variant qara kvadrat. Ki, verin, burada keçib aşağıya, burada keçib arxaya. Deməli, növbəti gələndə yuxarıda olmalı. B getdi, C getdi, D getdi. Diagonal xəttə də baxın, bir dəfə belədir, bir dəfə belə. Bir dəfə belədir, indi deməli bir dəfə də belə olmalıdır. Cavab Y variantı. Növbəti sual şəkil sualda fikir verin. Bu saat əqrəbinin istiqamətində, bu isə saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Elə bil bu bura keçib, bu da bura keçib üst-üstə düşürlər. Ya da belə baxa bilərsiniz. Bu qalxıb yuxarı, buradadır. Sonra keçib bura, indi düşəcək aşağı. Elə promoy cavab çıxdı C variantı. Bu birisi də buradaydı, keçib sağa, sonra düşüb aşağı, indi keçəcək sola, yenə üst-üstə düşəcəklər. Biri saat əqrəbi istiqamətində, biri də əksi istiqamətində hərəkət edir və axırda üst-üstə görünürlər yenə də. 24. Fikir verin. Biz 2 kvadratın yerinə 3 dənə ulduz qoya bilərik. Onda 4 dənə kvadrat silsək, ikisinin yerinə 3 dənə ulduz gedirsə, digər ikisinin də yerinə yenə eləməliyik. 3 dənə ulduz qoymalıyıq. Və beləliklə 3 dənə dairə bərabər oldu 6 dənə ulduza. Onda bir dairə bərabərdir 2 ulduza. İndi yoldaşlar biz 2 dənə kvadratın yerinə qoya bilərik 3 ulduz. 1, 2, 3. Bir dənə də yanında var. Elədi 4. Cavablarda 4 ulduz yoxdur. Amma hər iki ulduzun yerinə bir dairə qoya bilərik. Deməli, ikisinin yerinə bir dairə, digər ikisinin də yerinə ikinci dairə. Cavab C variantı. Növbəti sual. Yenə primitiv bir sual. Fikir verin. Üçbucaq girib içəri. Tərsinə fırlanıb və rəngi dəyişir. Burada da üçbucaq girməlidir içəri. Tərsinə fırlanmalıdır və qara olmalıdır. Elə bir dənə cavab var. C variantı. Və fikir verin. Dairə ağdır, qaralır. Kvadrat da qaradır, ağarmalıdır. Bu qədər primitiv. Baxaq buna. Deməli, 4 vur 4 vur 4. Bu neçə eləyir? 16. Rəqəmlər hansıdır kimi baxıram. Bu 9.
Bu da 9. Yox, belə bir şey vermədi. Toplasam 9. Bu da 9. Bunlara bakın. Necə dəqiqə? 14, 12, 8. Bu 10, bu 5, 25. Kvadrat cəmdir bu. Bax bir dəqiqə. 1 vur 4 vur 1 vur 4 16 edir. 3 vur 3 9 edir. Necə dəqiqə? Yox, bu da deyil. Elə bildim onların cəmi aşağıya yazılır. Hə, bax. 4'ün kvadratı 16. Bunun da kvadratı 16. 32. 1'in də kvadratı 33. Yazıblar aşağı. 3'ün kvadratı ilə 3'ün kvadratları cəmi də 9 eləyir. Bu da 9 eləyir. Eləyir 18. Düz tap. Hə, bu düzdür. Bu düzdür. Sözün açığı video çəkməzdən öncə fikirləşdim ki, primitiv olar. Video əsnasında taparam, amma biraz çətinliyə saldı məni. Bax. Hardan başa düşdüm ki, kvadratdır? Sözün açığı 5'lərdən. Baxın, 5'in kvadratı 25, 5'in kvadratı 25, topladım 50. Yenə 5'in kvadratı və 0'ın kvadratları cəmi 25. Burada da 9'un kvadratı 81, bunun kvadratı 9, bunun da kvadratı 9, eləyir 99. 9'un və 9'un kvadratları cəmi də 81 plus 81 eləyir 162. Biraz çətin oldu. Bəlkə də mənim üçün çətin oldu. Bəlkə siz daha sürətli tapardınız. Bilmirəm. 27. Bax, 1 gəlib, 1 gəlib, 1 gəlib, 1 gəlib. 1 gəlib, qısacası. Burada 3 gəlib, 3 gəlib, 3 gəlib, 3 gəlib. Burada 5 çıxıb, 5 çıxıb, 5 çıxıb, 5 çıxıb. Deməli, aşağıda da 7 çıxıb, 7 çıxıb, 7 çıxıb, 7 çıxmalıdır. Deməli, cavab 87'dən 7 çıxıb, 7 çıxıb, 7 çıxıb, 7 çıxıb. Cavab D variantı. Çox rahat sual. Və sonuncu sualımızı izah edirəm. Deyərsən, müəllim, niyə 30 dənə sualdır, sən 28'ini izah edirsən? Çünki 2 dənə sual ayrıca video izah kimi YouTube'a qoyulacaq. Yəni, individual sual kimi. Bu da rahat sual. Fikir verin. 7 ilə 2'nin cəmi 9. Deməli, B 9'dur. İndi deyirsiniz ki, ay müəllim, bəlkə sağ tərəfdən bir vahid qalıq qalır. Qalıq qalsaydı, B-nin qabağına burada nəsə yazardılar. Deməli, qalmır. 7 ilə 2'nin cəmi eləyir 9. A 9'dur. Üz üstdən B 9'dur. Nəyin üstünə 5 gələndə 9 eləyir? 4'ün. A da 4'dür. Deməli, B 9'dur. Əslində cavab çıxıb, prosto özüm uzadıram. B də bu çıxmadı da. Deməli, A 4'dürsə, indi fikirləşirik ki, 49'dan nə çıxanda? 25 çıxanda 24 qalar. C 2'dir, B 9'dur, A da 4'dür. Sizdən elə bu ədədi soruşur. Üstündən xət qoyublarsa, deməli ədədin özünü soruşurlar. Cavab 492. 29 və 30-cu sualların izahını ayrıca YouTube'a qoyacağım. Çox maraqlı suallarda onları da izləməyiniz mütləqdir. Bu qədər yoldaşlar. Uğurlar. Bircə dəqiqə mikrofonu açım.